لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Sünnə, aləmlərin Rəbbindən Peyğəmbərimizə Allahın salamı və salavatı onun üzərinə olsun, nazil edilmiş bir vəhidir. Onun əmrlərinə tabi olmaq, qadağalarından çəkinmək və sünnəsinə tabi olmaq hər kəsin borcudur. Necə ki, uca Allah buyurur, Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi qadağan edirsə, ondan çəkinin. Peyğəmbərimiz Allahın salamı və salavatı onun üzərinə olsun. Bu hədisdə belə buyurur. Elə insanlar olacaq ki, mənim bir əmrim və ya qadağam ona çatdıqda, o, rahatca taxtına söykənərək, bizim əlimizdə Allahın kitabı, Quran var. Orada belə bir şey görmürük, deyəcək. Peyğəmbər sünnəsində sabit olan bir hökm haqqında bizim əlimizdə Allahın kitabı var, orada bu yoxdur, deyilməz. Çünki elə Allahın kitabının özündə uca Allah buyurur ki, Peyğəmbər sizə nəyi verirsə, onu götürün. Buna görə də sünnədə olan hər bir şey əslində uca Allahın Quranda əmr etdiyi hökmlərdir. Məsələn, bir qadın İbn Abbasdan qaş almaq, nəms haqqında soruşduqda, o dedi, sən bunu Allahın kitabında taparsan. Qadın dedi, mən Qur'anın hər iki qapağı arasını əvvəlindən sonuna oxudum, amma belə bir şey tapmadım. İbn Abbas cavab verdi, əgər diqqətlə oxusaydın, mütləq tapardın. Məgər Allahın kitabında Peyğəmbər sizə nəyi verirsə onu götürün, nəyi qadağan edirsə ondan çəkinin ayəsini oxumamısan. Sonra isə bu barədə Allah Rəsulundan gələn hədisi ona söylədi. Bəli, mən bunu bilmirəm, Qur'anda yoxdur deyənin cavabı budur. Xeyr, o Allahın kitabında var. Çünki Allah bizə onun elçisinə tabi olmağı əmr edib. Bu hədisin bizə öyrətdiyi ən böyük fayda budur ki, heç kim Peyğəmbərin Allahın salamı və salavatı onun üzərinə olsun. Əmr etdiyi şey əgər Quranda yoxdursa, ona tabi olmaq vacib deyil deyə xəyala qapılmasın. Bu əsla doğru bir söz deyil. Peyğəmbərə itayət vacibdir. Uca Allah bir çox ayədə özünə itayətlə Peyğəmbərinə itayəti qoşa zikr etmişdir. Ey iman gətirənlər, Allaha və Peyğəmbərə itayət edin. Peyğəmbərin sünnəsi vəhidir. O heç vaxt öz istəyi ilə danışmır. Uca Allah buyurur, o öz istəyi ilə danışmır. Bu ancaq Allah tərəfindən nazil edilən bir vəhidir.